Əgər xəstə qarın yırtığı əməliyyatı olunacaqsa və bu yırtıq əməliyyatını mütləq setka qoyulmaqla icra olunmalıdır. Bəzən sual verirsiniz ki, balaca yırtıqları siz setka qoymadan əməliyyat edə bilərsinizmi? Bəli, bu əməliyyatı etmək o qədər də bizdən yüksək dərəcəli peşəkarlıq tələb etmir. Bugünkü peşəkarlığımız ona imkan verir ki, biz onu setka qoymadan əməliyyat edək. Amma biz özümüz setka qoymadan yırtıq əməliyyatı icra etmirik. Və respublikamızda icra olunan ən ağır yırtıq əməliyyatlarını bizim səhifələrdə izləyə bilərsiniz. Dəfələrlə əməliyyat olunmuş xəstələr var ki, həmin xəstələrin ən sonuncu yırtıq əməliyyatlarını biz icra eləmişik. Və icra etdiyimiz xəstələrdə istifadə etdiyimiz materiallara qarşı bu günə qədər heç bir reaksiya və arzu olunmaz hallar yaşamamışıq.